Bilmirəm, görmüşsünüz belə adam, mən 1-2 dənə görmüşəm. 3-4 nəfər məsələn, yaxşı da deyək 5-6 nəfər. Belə adam görmüşəm ki, öz aləmindədir, özü ilə məşğuldur. Öz aləmində olmaq bir üstünə gözəl haldır. Maraqlısı da budur ki, öz aləmində olan adamlar bütün aləmdən xəbərdar olur. Deyərsən, axı bu öz aləmindədir, heç bilməz ətrafda nə baş verir. Elə bunu anlatmaq olar da bu öz aləmindədir. Yox, bu öz aləmində ola, öz aləm axı böyüdür, insanın ruh aləmi bütün varlığı əhatə edir. Öz aləmində olan adamlar bütün aləmdən xəbərdar olur, aləm olur ovucuların içində. Sənsən hər şeyin güzgüsü. İnformasiyanı içindən ala bilərsən, kənardan gələn kiçik informasiyadır. Sən cüziyyətə qədər özünlə məşğul ol, özün özünü kəşf elə, sonra görəcəksən ki, hamını tanıyırsan, hər şeyi düzgün bilirsən, hər şey haqqında məlumat içdən başlayır qaynamağa. Hər şeydən xəbərdar olursan.